Müqayisə cədvəlindəki doğru fikirləri müəyyənləşdirin. Maraqlı bir suallar. Hara sual tələb etmədən cümlə izvi olur? Sual əvəzliyidir. Sual əvəzliklərdə suala cavab vermədən bütün cümlə izləri vəzifəsində çıxış edə bilir. Amma burada bizdən nə soruşur? Müqayisə cədvəli. Müqayisə cədvəlində Venn diaqramı kimi də buna aid elədiyimiz fikir buna aid olmasın. Sual tələb etmədən cümlə izvi olur. Bu cümlə izvi olmurmu? Olur, amma sual tələb edir. Deməli, bu doğru yerə yazılıb. Bizdən də doğru fikirləri soruşur. 1. Cümlədə yalnız zərflik vəzifəsində çıxış edir. Hara gözəldir, orada yaşa. Burada mübtədadır hara. Əgər cümlədə bu sual həm də haraya sualın verə biliriksə bir sözlə, həm hara, həm haraya sualına zərflik olur. Eləcə də hara sözü özüdür. Hara gözəldir, hara yaxşıdır, ismi xəbərdə olur mübtəda. Cümlədə yalnız zərflik vəzifəsində çıxış edilməsi fikri yanlışdır. Formaca dəyişə bilir. Formaca dəyişmə nədir yoldaşlar? Qrammatik şəkilçi qəbul etməz. Etməsi də, qrammatik şəkilçi qəbul edərsiniz, formaca dəyişir. Bunun eynisi məndə də var. Düzdür? Eynisini mənə də verir. Formaca dəyişə bilir, amma hara sualda haranı, haradan, bu da qrammatik şəkilçi qəbul edir, formaca dəyişə bilir də. Düzdür? Deməli, bu da səhv yerə yazılıb. Əşyanı ümumi şəkildə təyin edir. Bu sual əvəzidir. Eyni təyini əvəzidir. Təyini əvəzi deyil. Əşyanı ümumi şəkildə təyin edir. Doğru yerə yazılıb. Bir də nə götürmüşdür burada? Onu götürmüşdür. Xəbəri şəkilçi qəbul edib cümlənin xəbəri ola bilər. Haradır, eynisidir. Haradır, eynidir. Mənim fikrim sənin fikrinlə eynidir. Haradır, sənin məskənin. Bu dal cümləni, baş cümləni bağlayan vasitə də hara olur. Sual əvəzlikləri bağlayıcı sözdür. Deməli 1, 4, 5 bizim doğrucamız var. Belə bir variant. Baxaq. Var. Bilirik. Bunu kimlər izah edər? Bu mənim heç bəlkə səhv yazmışım ya. Baxaq, nə edir? Sən. Söz birləşməsinin, çəkirsən? Söz birləşməsinin aslı tərəfi çıxarılsa, hansı cümlədə düzəltmə söz olmaz? Birinci, cümlədən düzəltmə sözləri tapar, qiymətləndirmək, gözəl söz və gözəllik, bitki, İkinci Dünya müharibəsi zamanı mühüm hərbi, əhəmiyyətli, yüksək oktanlı, aviasiya oktanlı, yanacaq, var çoxdur burada. Həsən bəy Zardabi bu görüşü həyatının böyük töhfəsi adlandırırdı. Böyük görüşü. Bir də gərgin işlərinizi səhər görməyə çalışın ki, günün qalan hissəsi gərgindir. Biraz balacalaşdır lövhəni. Böyük, əvvəlki vəziyyətə gətir. Şərti bildirlə, aslı tərəf çıxarız. Fürsətləri qiymətləndirmək əsas tərəfdir. 3. Doğru qərarı doğru zamana vermək lazımdır. Fürsətləri qiymətləndirmək, burada əsas tərəfdir. Bizdən bunu soruşmur. Məsələ tərkibidir. Gözəl söz və gözəllik bitkilər aləminə də bax, bitkilər aləmi söz birləşməsidir. Aslı tərəfi bitkilərdir. Bunu çıxardım. Yerdə gözəllik qaldı mı? Qaldı. Bu söz birləşməsində aslı tərəf deyil. Deməli, cümlədə başqa bir gözəllik düzəltmə söz olacaq. Bizdən də düzəltmə söz olmaz. Bu da doğru cavab deyil. Müharibə, hərbi əhəmiyyətli, yüksək oktanlı aviasiya yanacağı. Aviasiya yanacağı, burada yanacağı düzəltmə sözdür. Tutalım, əhəmiyyətli, oktanlı, hərbi sözlərini çıxartdım belə. Amma yenə də yanacağı sözü, söz birləşməsi də əsas tərəfdir. Deməli, düzəltmə söz qalacaq. Həsən bəy Zardabi bu görüşü həyatının böyük töhfəsi adlandırmışdır. Həyatının böyük töhfəsi bu görüşü. Burada böyük töhfə sözündə böyük aslı tərəfdir. Bunu çıxarda bilərəm. Amma bu görüş sözündə görüş əsas tərəfdir.
Yenə də düzəltmə söz qalır. Gərgin işlər, bu cümlədə bir dənə düzəltmə söz var. O da gərgindir. O da gərgin işlərimiz birləşməsində aslı tərəfdir. İndi düşünün ki, cümlədə gərgin sözü yoxdur. İşlərinizi səhər görməyə çalışın ki, günün qalan hissəsi rahat keçsin. Nə maraqlı sualdır? Şəklində verilmiş söz birləşmələrindən birinin aslı tərəfini iki fərqli leksik mənalı söz hesab etmək olar. Tələffüz şəklində verilmiş söz birləşmələrindən birinin aslı tərəfini. Yəni, bu sözlərin hansını iki leksik mənalı söz hesab etmək olar? Lətifə, buyur. D variantı olar. Çünki bir var insan dərisi, bir də var dərə mənasında da. Hər ikisində də tələffüz eyni olur. Aha. Dərəyə baxdı, bir də dəriyə baxdı. Bizdən ilk hissəsi soruşur, leksik məna. Leksik mənası. Aha. Bunlarda var elə bir şey. Unu yox, sarıya boyamaq, rəngli, barıya çıxmaq, hasar, barı, maraqlana bilmək, maraqlana, bu da yox. Aynen. O bayrağa çıxmadı. Barıya deyil, bayra yox, barı. Barı hasardır, hasar. Hansı cümlədə homonim olan söz hər zaman eyni hissəsinə aid olur? Cümlədə birinci homonim olan sözlər tapar. Ana oğlunun alnından. Alnından. Əlindən, hə. Əlindən. Alnından oxumuşdum. Bərk-bərk tutmuşdu. Burada bir şey yox. Homonim olan söz tutdu. Bəli. Biz Hə, homonimdən baxırıq sözün başlanğıc formasına, kökünə də. Burada söz tutdu. Qrammatik şəkilsizlənməyinlə. Feilin var, bir də ismin var. Eyni hissəsi deyil. Əsl fikrini gizlədirsən, dostum. Biliksiz adam qanadsız quş kimidir. Kimi var. Paslanmış səni təzəsilə əvəz etdik. Bu hərf səhvlərin düzəlləri yanınıza salarsınız. Paslanmış sən homonimdir. İsim kimi duman sən. Bir də elə bu cümlədə işləmiş sənsin. Doğru cavab D variantı. Asan bir soru. Sonra nümunədəki sözlərlə bağlı yanlış fikri müəyyənləşdirin. Kimdən izah edeyim bunu? Gələt. Düz yazırsan. Dəqiq düzdür, hə. Varlığın nə zəif yaralı sənin, gözlə görünməyən bir aləmin var. Sən həyat suyusan ruhla bədənin, qoynunda bəslənir incə duyğular. Həm qoşma, həm də bağlayıcı işlənmişdir. Gözlə, birdən qoşmadır. Gözlə görünməyən qoşmadır. Ruh və bədən. Ruh və bədənin düzdür. Yanlış fikir soruşur. A, doğru fikirdir. Həm müəyyən, həm də qeyri-müəyyən gəlir çaldı olan isim işlənmişdir. Həyat suyu, həyatın suyusan. Bir də sənin Bir də varlığın. sənin. Varlığın ən zəif yaran. Varlığın nə zəif yarandısı sənin varlığın düzdür. Təsvifləmə. İkisi də isimdir. Təsviflər mənfi məhsul növdədir. Təsviflər mənfi. Görünməyən məhsul yox. Qayıdış. Qayıdış növdədir. Biz demişik der, gül, soy, gör, döy feilləri məhsul və qayıdış növdə fərqli şəkilsi qəbul edir. Düzdür. Gətirir. Gülüz risk bilib gəlir. Sifət olsa da sifətin sonuna cavab verir, isim yox. Hansı nümunədə ismin sonuna cavab verən sifət? İsimləşmiş sifət tapar. Daş hasar çəkərək bağlı səliqə sahmana saldı. Bizdən soruşur, ismin sonuna cavab verən sifət olsa da, bu cümlədə ümumiyyətlə sifət yoxdur. Yoxdur. Deməli, şərtimizi ödəmir. Burada sifətin sonuna cavab verən isim var. Qaliblərin qızıl, gümüş və bürünc medallar. Burada hər ikisi var. Qaliblərin. Burada hər ikisi var. Amma o dikili olmaz. Sifətdir, isimləşib. Aha, davam elə. O deyir ki, biri olmasın da, orada Biri qızıl, olmaz. gümüş və bürünc sözləri isimdə, amma cümlədə sifətləşib. Bunu denən bunda. Həvəskar və tribunadakı olar. Hər ikisi sifətdir. Bu da sifətdir. Hələ sifətdir də, sifətdir Bu da deyir. sifətdir. Qumral saçları həkim qıza xüsusi bu olur da cavab. Aha, qumral sözü də sifətdir Sifətin zaten. sonuna isim yoxdur.
Qumdan saçlara həkim qıza xüsusi yaraşıq verirdi. Ödəmiş Qismi sual. Aha, ən böyük biclik, düzlükdür. Burada heç biri yoxdur.